Bunu başa düşmək üçün çox güclü bir bənzətmədən istifadə edəcəyik. Su. Bax, bu müqayisə əsas məsələdir. Gərginlik suyun təzyiqi, cərəyansa suyun axınıdır. Bu qədər sadə. Yaxşı, gəlin gərginlikdən başlayaq. Bu sistemdəki o itələmə qüvvəsidir, yəni təzyiqdir. Hündür bir su kulləsi təzyiq yaradır, elə deyilmi? Batareyada eyni ilə yüksək gərginlik yaradır. Ən maraqlısı da budur ki, hələ heç bir su axmasa belə o təzyiq artıq oradadır. İndi keçək cərəyana. Əgər gərginlik itələməkdirsə, cərəyan artıq hərəkətin özüdür, yəni axındır. Yəni bu borudan nə qədər suyun axmasıdır, təkcə arxadakı təzyiq yox. Amma bir fərq var. Cərəyanın olması üçün mütləq qapalı bir yol, yəni dövrə şərtdir. Bax, bu sxem onların birgə işini əla göstərir. Gərginlik cərəyanı dövrədə hərəkət etməyə məcbur edir. Yaxşı, gəlin yekunlaşdıraq. Bir yanda təzyiq var, o biri yanda axın, yəni itələmə qüvvəsi və hərəkətin özü. Deməli, əsas məsələ budur. Gərginlik sadəcə itələyir, cərəyan isə axır. Biri səbəbdir, o biri nəticə. Bu izahı bəyəndinizsə kanala dəstək üçün bir like atıb abunə olmağı da unutmayın.